Dünən metroda qarşılaşdığım bir hadisəni danışacağam və onun psixoloji şərhini verəcəm. 40-50 yaşlarında bir xanım əyləşib, yanında 3 nəfər yeniyetmə oğlan əyləşib. Qapı açıldı, içəri bir adam daxil oldu, yanında da 5 yaşlarında, 5-6 yaşında bir uşaq. Təbii ki, mentalitet olaraq bizdən gözlənilir ki, yeniyetmələr ayağa qalxıb yer verəcək. Yeniyetmələr də söhbət eləyirlər və heç kim buna fikir vermir. Bu hadisəyə fikir vermir. Xanım qalxdı ayağa, uşağa yer verdi, yəni uşaq əyləşdi orada və dəmirdən tutub düşənə qədər yeniyetmələrin gözünün içinə baxdı ki, bəlkə birisi ona baxıb utanar. Bu hadisədə psixoloji şərh olunacaq iki məqam var. Bir qadın tərəfdən, bir də yeniyetmələr tərəfdən. Qadın tərəfdən olan məsələ budur ki, əslində yaxşılıq olunursa, bu kimisə əzmək üçün və kiməsə nəyisə göstərmək üçün olmamalıdır. Bu dəqiqdir. Qadının bu davranışı psixologiyada xüsusi bir terminlə ifadə olunur. Moral grandstanding, yəni əxlaqi təkəbbür anlayışı, hansı ki Justin və Brandon adlı psixoloqlar tərəfindən tədqiq olunur bu. Ortaya belə bir nəticə çıxır ki, bəzi insanlar elədikləri yaxşılığı sırf yaxşılıq eləmək üçün yox, başqalarına mən yaxşı insanamı sübut eləmək üçün eləyirlər. Bu davranışı başqa bir terminlə də ifadə edə bilərik. Impression management, yəni təsir yaratma ehtiyacı. Goffman və onun davamçıları tərəfindən tədqiq olunmuş bir anlayışdır. Goffman deyir ki, sosial həyat bir səhnədir və insanlar başqalarının gözündə müəyyən obrazlar yaratmaq üçün rol oynayırlar. Yəni burada qadın bir neçə stansiyalıqda olsa, insanların gözündə nümunəvi insan obrazı yaratmağa çalışır və onların reaksiyalarını ölçür. Bəs yaxşı, yeniyetmələrin bu davranışını biz necə izah edə bilərik? Hansı ki, cəmiyyətin onlardan gözləntilərini bildikləri halda bunu bystander effekti ilə ilk növbədə izah edə bilərik. Yəni izləyici effekti. Belə ki, izləyici effekti necə belə izah olunur? Deməli, insanlar əgər ki, sən təksənsə, bu hadisə baş verəndə, bu ictimai hadisə baş verəndə sən təksənsə, daha ani və daha tez reaksiya verirsən. Əgər ki, hansısa ictimai hadisə zamanı sən tək deyilsənsə, reaksiyan gecikir. Çünki sən məsuliyyətini bir başqasının üzərinə atırsan. Deyirsən ki, yəqin ki, o reaksiya verər. Ya da bir başqası reaksiya verir. Ya da reaksiya vermirsə, deməli reaksiya vermək lazım deyil. Və sonda sənə bir sualım var. Əgər sən xanımın yerində olsan, necə davranardın? Əgər sən yeniyetmələrin yerində olsan, necə davranardın?